Herkese selamünaleyküm. Bu günləri sizlərlə birlikdə bu nə temadır? 10-cu bölümə hər biriniz xoş gəldiniz. Əvvəlcə çox təşəkkür edirəm gözəl şərhləriniz üçün, mənə dəstəyiniz üçün. Var olasınız, sevilirsiniz. Və hələ də kanalıma abunə olmayan dostlarımız varsa aşağıdan kanalıma abunə olub bu videoya da like atmağı unutmasınlar. İzlə. Yumurta. İzləyək. Oyda. Döyə pişirir. Doğru bir şey. Çok farklı bir şeyden çəkir. Un. Çalxalada qaldım. Hoppa yığılmışıq cana hoppa. Yəni deyir bax indi evin içində oynayıram. Birazdan ama bardayam. Barda tapsa bu kızı, barda. Oyda. Mahnın dəyişimini oyda deyirəm ha, video heç. Videonu boş verin. Ah, yenə gəldi. Bu Sumqayıtlıdır bu arada. Çünki mahnı Sumqayıtlıdır. Sonra göstər olsun. Oyda, oyda. Sırf izlənsin mi deyə belə eləyir? Niyə belə eləyir? Mən başa düşə bilmirəm. Mən də istəyərdim ki 100 manata yox, 200-ə, 300-ə görüşüm, amma qismət. Mən də istəyərdim ki, bu videodan sonra səni bir 200 gün sonra 3 ay səni bir azadlıqdan məhrum eləsinlər. Mən də istəyərdim. Niyəsi də bəllidir, çünki biabırçılıqdır, yəni belə şeylər paylaşılmamalıdır sosial şəbəkədə. Ümumiyyətlə belə şeylər niyə var? Birinci ki... Estağ. Dayı! Dayı! Nə pulu, nə var, nə gəl. Sən nə edirsən dayı? 41 klip yoxsa Eliş? Eliş. Sən daha yaxşı yerlədirsən. Atdan zəhmət olmasa atında dostlar. Deyib gülməyimizə baxmır. Üzündən yavaş yürürəm. Qoy əslində qoyursun sən. Sağ olun. Cavan uşaqdır, qoyursun. Oyda, həqiqətən renka qaqaş, konkret puldur da, yəni dollardır. Həqiqətən yəni bunun hər şeyi dollardır. Ayda. Buna görə insanlar niyə özünü alçaldır axı? Mənə çatmır. İnan vallahi bizə də çatmır. İfa etdi cücə. Mamanın ürəyi. Çox duyğulu bir ifadə, amma çalışın ki duyğular... Yaxşı, bizi ağlatma. Bizi bu gün ağlatma. Bu nə duyğu, bu nə? Bir ömür ona Oyda. Adını Oyda. Allah'ım. Oyda. Sahnicə hesab 1. Keşke yazsaydım da bu videonu görməsəydim. Taturovka niyə Aytazdan fırladıbsa? Yəni... Taturovka Aytaz 11'də də var. Oradan bilirəm bu nə temadır serisinin ən məşhur siması. Sözü sizə buraxıram. Mənim izləyicilərim buna bir yaxşı sözlər yazsın, bəyənəcəm hər biri. Bir də interesi pis bir yorum var, onu sadəcə oxuyamıram. Oyda! Burada bir dənə video var. İndi çox təəssüf ki sizə göstərə bilmirəm bəzi YouTube qaydasına. Oyda. Burada qız birbaşa lütdür. Bunu necə yəni TikTok icazə verir ki yayınlansın və bunlar necə çəkib, necə paylaşır? Bu nə tema bildiyiniz lütdür. İndi sizə davamını izlədəcəm videonu. Sadəcə bu lüt olan getsin. Oyda. Burada yanında lümlüt bir qız vardı və o getdi. Dəhşət biabırçılıq. Görən oldu. Görən oldu nədir? Pauza verdik, bir reis baxdıq. Ha, elsələr. O bir cinsiyyət dəyişdirənlər zətlər danqıra oxşuyur. Sən bu qədər gözəl oldun ha. Baxın uşaq cidden makyaj Gözəl deyilsə isə. Və bu arada özünü görsən bu videoda təəccüblənmə, çünki bəzən belə yaxşı insanlar da görə bilirik. Allah qeyrətli, namuslu qadınlarımızı qorusun. Amin inşallah. Heç bir tanışlığım yox təbii ki də. Sadəcə biraz videolarına baxdım da sizə də belə göstərim. Yəni, normal insandır, normal videolar çəkir. Məncə halaldır. Məncə TikTok bax belə insanlarla olsa, məncə Azərbaycanda TikTok yavaş-yavaş inkişaf edə bilər. Uşaq deyə alam. Həqiqi uşaqdır yəni. Bəs bunun valideynləri hara baxır? Hayda. Çox mırtdaq deyə belə bir video var. Kişini cavan saxlayan, gümrah saxlayan onun Bu qız belə səsə videolar çəkir.
Ayda 2 dəfə 3 də istirahətlər var. Taturovkanı harda vuruflar belə? Ruşka ilə vuruflar, iğnə ilə vuruflar, yəni döşək iğnəsi ilə. Ha bu necə reklamdır? Mənə qram çatmır da, yəni belə mağazinlər niyə belə bir reklam edir? Belə daha çoxmu, nə bilim alıcımı çəkirlər, nə olur? Bir də bura deyəsən qadın mağazinidir və niyə belə bir videolar var? Yox, istəmirəm. Yox, lazım deyil. Bu balığın adını bilən var. Oba, paltar öz sözünü deyir da. Yəni bu paltar bilirsiniz nədir? Qolların yoxsa yaxınlaşma da. Azərbaycanda neftdən çox nə çıxırdı? Bilmirəm vallah, yorumlarda siz yazın. Evdə iş görəndə mən gözünüzü yum. Yox, bir şey olmaz. Canlıq qorxdum da. Ayda sentar. Gəlir. Ne güzel kızdır. Hele bir kinodur. Gözəl ola bilər, üzümü görmürük. Ay kişi, siz ne var? Hörmətli sözlər. Sizin pul verip keçdiyiniz yerden ben Ay bir ibrətli bir şey gözlürdüm. İndi dedim bir mətah bir şey deyəsdi indi burada. Ay olsun, gözləməzdi belə bir şey. Niye evlenmiyorsun? Zor eləyirəm, ecəbeliyirəm, yaxşı eləyirəm, elimin içindən gelir. Başqa Yaxşı sözüm isə var yorumlar da niyə cıvıl bağlıdır? Duruşunda, bakışında bir ayrı pahohka var. Yüreğli sen canavar. Sən canavarsansa biz nəyik? Hələ bu şəklinə bax. Şəkillərdə gülən qadın. Sən nəsən? Adam biri ermənicə bir şeylər yazıbdır. Kotim. Vay Koti. Sən mənim ilkimsən. Ben seni istiyordum ama niye beni eyledin? Mira, sən aləm adamıymışsan Mira. Zız çocuq Mira. Mobile bu qədər düşübdü ki, belə reklamlar eləyirlər. F30 üçün yalvaran qız deyil bu. Ayda, evrim keçirib. Mənə bax, hara baxsan? Allah. Neyse, heç nə demirəm da. Yenə bəyəxçi uşaq. Bu valideynlər hardadır? Nə olar mən bir videoma bax. Bu niyə pərdənin içinə girib video çəkib? Mən şu vaxtı axırıncı pərdənin içində oynadığım idi. Onda da təxminən nə bilim 7-8 yaşım var idi. Bax indi bura gələn. Mən indi bilmirəm sumka mı almağa gələsiyəm, yoxsa bu qızı görməyəmi? Buram ağrıyır uşaqlar. Niyə ağrıyır sizdə? Şampan butulkası qalıb çıxmır. Şampan butulkası? Necə çıxardım? Çıxmadı. Şampan butulkasının boğazında nə işi var? Dostlar, baxın görün at paltarlarım. Hamısı etiketi üstündə var. Bahalı. Nəysə dostlar, bugünkü videomuzun sonuna gəldik. Ümidvaram ki videomu bəyəndiniz. Bəyəndinizsə aşağıdan like atıb kanalıma da abunə olmağı unutmayın. Ekranda bir dənə video çıxıbdı və playlisti də qoymuşam. Girib baxa bilərsən. Bir də sizlərə belə bir şey demək istəyirəm. Sevilirsiniz.